Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Yanımızda adsa biz dünənlər idi, elə deyilmi? Dünənlərim gəlmişdik bu Sərxan balamız gilə. Sərxan balamızın xəstəliyinə bağlı biz göstərmişdik. Yəni belə göstərmə ehtiyac var bilmirəm. Belə baxın, balamızın bağırsaqları çöldədir, yediyi şey bura ifraz olunur. Üzr istəyirəm, nəcizi bura axır torbaya. Balamızın inşallah əməliyyat olunmalıdır, 6-cı əməliyyatdır. Bununla bağlı biz elan qoymuşduq. 1500 manata ehtiyac var idi. Allah'a həmd olsun. Bu da onun balaca bacısıdır. 1 yaş 8 aylıq. Bacımızın da 23 yaşı var, gənc bacıdır. Bacı, bir şey demək istəyirəm. Deməli, əslən Balakanlı qardaşlar var. Qazaxıstanda olur. Balakanlı qardaşlardır. Allah onlardan razı olsun, Allah onlara bərəkət versin. Qərib ölkədə əziyyət çəkirlər. Bu məbləğin müəyyən hissəsini, böyük bir hissəsini qardaşlarımız təşkil edir. Allah sizdən razı olsun, qardaş. Var olasınız. Bir də Qaraca ölkədə yaşayan bacılarımız vardı. Allah həmd olsun və burada olan qardaşlarımız da vardı ki, dəstək oldular. Deməli, bacı, bax, sayıram, qardaş. 100, 200, 300, 400, 500, 600, 700, 800, 900, 1000, 1100, 1200, 1300, 1400, 1500, 1620, 1622 manat. 1622 manat yığılmışdı bacı. Götürün zəhmət olmasa. Qəpiyinə kimi çatdı da bacısı Allah'ın bu. Bəli, çatdı. Hamıya çox sağ olsun deyəm. Yəni bu uşaq başdan yəni təmiz ürəkli insanlar sayəsində xilas olursa, indi də yəni elə olur. Hər kəsə çox sağ ol deyirəm. Amin. Allah hamısını görür. Əlhəmdə. Yəni əsası Allah'a şükür eləmək lazım günümüzə görə. Əlbəttə. Biz bura gəlmə fikri tanımırdıq. Elə oldu ki, bəlkə də bacının dualarının sayəsində biz vasitəçi olduq. Allah sizdən razı olsun. Mən də ondan çox xoşbəxtəm. Cəmi bir gün ərzində biz 1500 manat demişdik lazım. Lakin 1622 manat, 122 manat əlavə yığıldı. Allah azza və cəllə sizə bərəkət versin. Can, əmi səni öpüm. De. Çəkilənə bax. Sağ ol anam, sağ ol, sağ ol. Köməyinə yönədir, pis vəziyyətdən çıxar. Estağfurullah. Allah'ın izni olur. Hamısı Allah'ın iznində, elhamdülillah. Sağ olasın, sağ olasın.